Hoş gördük. Əziz izləyicilərim, sizinlə bugünkü görüşümüzdə 1863-cü il Zaqatala üsyanının rəhbəri Hacı Murtuz və onun Rus rəssamı tərəfindən çəkilmiş nadir rəsmi haqqında məlumat verəcəyik. Məşhur Rus rəssamı Vasili Vasilyeviç Vereshagin 19-cu əsrin 60-cı illərində Zaqatala dairəsinə səyahət etmişdir. O dairədə səyahəti zamanı dairəmizin gözəl təbiətini, qəhrəman insanlarını dərindən müşahidə etmiş və sonralar bu müşahidələri əsasında çoxlu rəsmlər çəkmişdir. Bu rəsmlərdə dairəmizin gözəl təbiəti, qəhrəman insanları, onların adət-ənənələri, məişəti, qeyri-adi etnoqrafik xüsusiyyətləri öz əksini tapmışdır. Sonralar rəssam bu rəsmləri öz qeydləri ilə birlikdə Qafqaz vilayətlərinə səyahətlər 1864-1865 adlı xatirələrində təsvir etmişdir. Məşhur rəssam Zaqatalada olarkən 1863-cü il üsyanının rəhbəri Hacı Murtuzla görüşmüş və onun rəsmini də çəkmişdir. Sonralar bu rəssam tərəfindən qeydləri ilə birlikdə Visemirny Puteshesvennik jurnalında çap olunmuşdur. Bəs Hacı Murtuz kim idi? Tarixdən hamımıza yaxşı məlumdur ki, 1863-cü ildə Çarizmin bölgəmizdə apardığı müstəmləkə siyasətinə və zorla xristianlaşdırmaya qarşı məşhur üsyan baş vermişdir. Üsyanın rəhbəri əslən Balakəndən olan kapitan Hacı Murtuz olmuşdur. Üsyançılar 1863-cü il iyun ayının 4-də Xurma-Ubod adlı əraziyə toplaşmışlar. Bu ərazi Zaqatala şəhərindəki keçmiş kərpiç zavodunun ərazisi olmuşdur. Üsyançılar arasında Cardan, Taladan, Göyəmdən, Sumaylıdan, Dardaqqazdan, Maçexdən, Katexdən, Qarahacılıdan, Əliyabaddan, Qabaqçöldən və Balakəndən olan döyüşçülər var idi. Üsyançılar iyun ayının 5-dən 6-sına keçən gecə səhər saat 4-də güclü yağış altında toplarla təchiz edilmiş Zaqatala qalasına hücum edilmişdir. Bu zaman Zaqatala qalasında güclü qarnizon var idi və qalanı həmən qarnizon müdafiə edirdi. Üsyançılar çox böyük qəhrəmanlıqla demək Rusların bir neçə hərbi hissəsini məhv etmiş və o cümlədən General Şalikov da öldürülmüşdür. Lakin üsyançıların böyük qəhrəmanlığına baxmayaraq üsyan uğurla başa çatmamış, üsyan yatırılmış və üsyanın da iştirakçıları demək çox ciddi şəkildə cəzalandırılmışlar. Belə ki, üsyanın ən faal 18 iştirakçısı dar ağacından asılmış. Bundan başqa üsyanda iştirak etmiş 1000-ə yaxın üsyançı öz ailələri ilə birlikdə Sibirə sürgün olunmuşdur. Üsyançıların evləri dağıdılmış, bağları qırılmış, torpaqları müsadirə edilmişdir. Həmçinin dəyən ziyanla əlaqədar bu üsyanda fəal iştirak edən kəndlərə deməli bu zərəri ödəmək tapşırılmışdır. Yəni zərəri ödəmək onlara həvalə edilmişdir. Üsyançıların bir hissəsi güclü təqiblərdən xilas olmaq üçün Dağıstana və Türkiyəyə mühacirət etməli olmuşlar. Çar hökuməti Hacı Murtuzu ələ keçirmək üçün uzun müddət çalışmışdır. Lakin onu ələ keçirə bilmirdilər. Və bu zaman onlar Hacı Murtuzun ailəsini, qohumlarını, kəndçilərini çox incitmişlər. Və bunu eşidən Hacı Murtuz özü könüllü olaraq 1864-cü ildə fevral ayının 8-də könüllü olaraq təslim olmuşdur. Hacı Murtuzu Tiflisə gətirmişlər, sonra isə onu Yenisey quberniyasına sürgün etmişlər. 10 ildən sonra onun ölüm xəbəri gəlmişdir. 1863-cü il məşhur Zaqatala üsyanı Çar Rusiyasını bərk sirkələmişdir. Onlarda böyük vahimə yaratmışdır və üsyanın çox böyük əhəmiyyəti olmuşdur. Bu əhəmiyyətlərdən biri də ondan ibarətdir ki, bu məşhur üsyandan sonra Çar hökuməti bölgədə zorla xristianlaşdırma siyasətinə son qoymuşdur. Diqqətinizə görə çox sağ olun.